Biz düz 25'e kadar götürdük. Suyun derinliği peşti 30-40 metr derinliğinde. Her yer doktorları yoktu. Balıqçı olaraq bu ehtimalınız nə deyirsiniz? Mən elə bilirəm ki 100% İrana çıxıb bu. Külək aparıb bunu İrana. O lotka ona göre ki batmayan lotkadır. Ona göre ki o linerdir, İran lineridir. Suyun üzerinde tez gelir o. Bizde görürsünüz de, bizde taktadandır. O ise linerdir. O 100 onlar yaşırlar, onlar İrandadırlar. Peki bunların yani mesela bu eşyaları, zadı... Heç de görünmür. Vertolyotlar, gəmilər hamı gəzirlər. Hamı inşallah kömək edirlər ki tez çıxsınlar da, cavan uşaqlardır da. Yerdə işleyen uşaqlarınız... Ya bizim yanımıza çıxırlar da onlar hamısı. Cavan uşaqlardır onlar. İndi dostlarınız oradadır, necədir, axtarırdı siz? Hava normaldir, qəşəngdir, gözəldir. Prost biz vertolyot bu qırağı gəzməsin, dərin tərəfə getsin. İstiqamət külək o tərəfə aparır. Axtarışlar siz də getmişdiniz, necə? Bəli, axtarışlar biz də getmişdik, gəzirdik, tapa bilmədik. Amma külək o tərəfə aparır, İran tərəfinə aparır o tərəflərə. Ehtimal var ki, sonra nə qədər? Bəli. Bu yanları gəzməsin də bu tərəfi. İran tərəfinə getsin. Təqribən nə qədər getmişdik qabağa? 7 mil, 8 mil getmişdik. Yox da. Xeyr. Belə onlar itkin düşanə siz Bəli. olan axtarışınızda Bəli. Biz mənim dostlarım, tanışım deyirlər. Qardaş dediyim oğlanlar deyirlər. Amma onun üçün tədbir görmək lazımdır. siz dənizdən gələn verirsiniz. Bəli, biz də gəzirik. Axşamlar da gəzirik, dəniz qırağları, hamısı yeri gəzirik. Mümkün yoxdur. Ancaq onun İran tərəfidir. Yəni Lötkədən də bir asır əlamat yox. Lötkədə olur da onun elə bir ki bu Hər hansı bir əşyalar olur da. Bəli, onun əşyası zadı yoxdur da, suyun üzərində bilə nə var, nə yox. Astara rayonu Şağacı kəndi ərazisində balıq tutmaq üçün Xəzər dənizinə çıxan 2 balıqçıdan artıq 2-ci gündür ki, bir xəbər yoxdur. Onların axtarışları Xəzər dənizində aparılır. Bu günləri saat 12 radələrindən etibarən balıqçıların axtarışına Fövqəladə Hallar Nazirliyinin helikopterdə cəlb olunub. Axtarışlar bu saatda Xəzər dənizində davam etdirilir.